Milli Teatr Günü münasibətilə keçirilən 1-ci Uşaq Teatr Festivalı yekunlaşıb. 6 gün davam edən layihə maraqlı anlarla yadda qalıb. Festivalın sonuncu günündən süjetimiz var. Uşaqlarda teatr sənətinə marağı artırmaq məqsədi ilə təşkil olunan 1-ci Uşaq Teatr Festivalı yekunlaşdı. Azərbaycan İncəsənət Məktəbinin təşəbbüsü, Azərbaycan Teatr Xadimləri İttifaqının təşkilatçılığı ilə keçirilən layihə çərçivəsində müxtəlif yaş qruplarından olan uşaqlar öz istedadlarını nümayiş etdirdilər. Azad yaşasınlar, mən təbrik edirəm. Düşünürəm ki, bu çox gözəl bir layihədir. İncəsənətə meyilli olan, istedadı olan uşaqlarımızın öz potensiallarını göstərmək üçün çox gözəl bir platformadır və bir özgüvən yaradır bizim balalarımızda. Eyni zamanda da onların valideynlərinə, müəllimlərinə də bir xoş anlar yaşadır. Festivalın təntənəli bağlanış mərasimində çıxış edənlər belə layihələrin əhəmiyyətindən söz açdılar. Qeyd olundu ki, uşaqların bu festivallarda iştirakı onların yaradıcılıq potensialını üzə çıxarmağa imkan yaradır, gələcəyin aktyorlarının yetişməsinə təkan verir. Uşaq Teatr Festivalının keçirilməsi çox vacib bir məsələdir. Ne üçün? Çünki əslində teatr tamaşaçılarını elə uşaq vaxtından yetişdirməlidir. Bu, onların hansı sahədə çalışmalarından asılı olmayaraq yüksək səviyyəli bir vətəndaş kimi, vətənpərvər kimi yetişmələrində çox müstəsna rol oynayacaq. Yəni, söhbət burada dilə, ədəbiyyata münasibətdən gedir, mədəniyyətə münasibətdən gedir. 6 gün davam edən festivalın sonunda 6-14 yaş arası uşaqlar mükafata layiq görüldülər. Ən yaxşı aktyor, ən yaxşı aktrisa, ən yaxşı rejissor, ən yaxşı səhnə və musiqi tərtibatı və digər nominasiyalar üzrə qaliblər seçildi. Uşaq Teatr Festivalını biz hər il həyata keçirəcəyik. 2026-cı ildə 2-ci Uşaq Teatr Festivalını biz həyata keçirəcəyik və bu festivalı biz hər il 10 Mart Milli Teatr Gününə həsr edirik. Bağlanış mərasimində gələcək festivallarda daha geniş miqyaslı tədbirlərin və yeni teatr elementlərinin tətbiq ediləcəyi bildirildi. Gecə musiqi və rəqs nömrələri ilə davam etdi. Oruc Ələsgərov, Novruz Kərimzadə, Sevgəlizadə, Mədəniyyət xəbərləri.